Günlər, hər vaxtınız xeyir. İkinci bölümdən hər kəsi salamlayıram. Bugün gəldim, artıq maşını götürürəm Elnursan yanına. Aparıram dəmirçiyə. Biraz hava küləklidir, səsim yaxşı düşməyə bilər. Burada bir dənə kargo almışdım. Onu sizə videoda yəqin ki görmüsünüz. İndi göstərəcəm onu sizə. Belə bir bağlama gəlmişdi. Burada hardadır? Ha, bax bu. Bu indi mənə lazım olacaq. Artıq maşın gedir dəmirçiyə. Dəmirçidə işləri var. Ona görə də artıq buna ehtiyac var ki, sidenkaların üzərinə qoyum ki, sidenkalar çirklənməsin. Bunları çıxardım bir dənəsini. Bunun roll üçün olanı da var idi. O da yəqin ki buralardadır. Bundan bir dənəsini çıxardım. Daha sonra keçim maşının üstünə taxım. Bagaj zapsasından doludur. Ha, biri də buradadır. Bu rul üçündür. Şimdi maşına oturduqda, seyirətdə çirklənməsin. Daha sonra dəmirçi sökəcək və yavaş-yavaş işləyəcək. Maşının qabağını sökmüşəm. Demək, buranı sökdük ki, detalları yığaq, tam sökülüb. Karbon işi sonra görüləcək. Krulo çıxıb, sağ və sol. Yox, sol çıxmayıb, amma çıxardacaqlar. Sağ çıxmayıb, daha doğrusu üzr istəyirəm. Yorğunçuluqdan bilmirəm nə danışıram. Solu çıxardıb. Qabağının bütün paneli falan. Panelində yüngül zədə var idi, ona görə deyim dəyişim. Paneli çıxartdıq. Sökdük ki, rahatçılıq olsun. Başqa heç bir problemi yoxdur. Bu krişka idi. Bunu da ki almışdım daha doğrusu. Onu da taxdıq. Burada yüngül paslar var. Onları da inşallah təmizləyib qara kraska ilə örtəcək üstünü. Səliqəli bir şey olacaq. Hal-hazırda dəmirçidə iş prosesi gedir. İnşallah davamlı olaraq indi yığılsın, qabaq panel taxılsın, radiatorlar qoyulsun. Yavaş-yavaş faralar var, faralarını gətirəcəm. İş hazır olur. İş prosesi daha doğrusu gedir, hələ hazır olmuyor. Hələn biraz iş var, yəqin ki bir ay çəkəcək. Sol tərəf sökülüb gördüyünüz kimi. Təkərlər amma zəifdir. Təkərləri bir müddətdən sonra dəyişəcəm. Başqa maşın bir böyründə başında heç bir sıxıntı yoxdur. Qabağındadır. İndi belə sökülmüş, biraz bərbad görünür, amma səliqəli bir şey çıxacaq inşallah. Millət, salam bir daha. Demək, bugün artıq dəmirçidə 3-cü günümdür. Maşının kapultunun petlilərini aparmışdım rənglənməyə. Təzə aldım, orijinal. Çünki kapultda basma olmuşdu, petləri əyilmişdi. Yəni düzəlməyə məsləhət deyil ki, təzəsi daha idealdır. Ona görə sağ-sol ikisini də öz rəngində kraskalatdırdım, malyarıma götürdüm. İndi bunları verim. Maşın hələ ki buradadır. Bu günləri maşının qabağı yığılmalıdır inşallah. Yəqin ki, 1-2 gündə maşın qalacaq buradasıdır. Çünki demişdi bir 5 günə təhvil verəcəm. Bu günləri artıq ramkanı yığmalıdır, üzr istəyirəm, ekranı yığmalıdır, radiatorlar taxmalıdır. Krulolar şişlənir, kruloları taxıb üstündə tam dəqiq işləməlidir. Yəni ki, belə deyim də, hələ ki iş prosesi gedir, qaydasındadır. Biraz malyarda vaxt itirəcəm, çünki malyarımın işi çoxdur. Bu dəmirçi prosedurunu çəkim. Ondan sonra malyara keçəndə o da bir ayrı bir video gələcək. Davam edirik. İnşallah qısa bir zamanda tamamlanar maşın. Bir şey deyim. Demək, arxada stoplar qara idi. Stoplar qara idi. Mən elə bilirdim lakdır, amma lak deyil. Plyonka idi. Sökdüm. Çox gözəl. Belə daha qəşəng görünür. Bu zavod olaraq üstü qaradır. Buralar qaradır. Ortası qırmızı, biraz tünd rəngli qaralarla. Burada da kley tökülmüşdü. Ona heyslənirdim ki, əgər lakdırsa, kleyi təmizləmək falan istər-istəməz stopa şkruka dəyir. Amma çox şükür ki, plyonka olduğuna görə rahatçılıqla söktüm, təmizləndi. Bu da kleydi qalıb. Onu da təmizləyəcək, inşallah gedəcək. Belə stoplarda da heç bir sıxıntı yoxdur. Aparım dəmirləri, petlələri verim ustaya. Görək necə olur. Ön ekran taxılıb.
şivelir, alüminium şivelir deyirlər, alüminium profil də deyirlər. Bunlar taxılıb, amma hələm tam bərkidilməyib. Belə deyək də, nastroykası verilir. Bundan sonra qalır burada ikinci etap radiatorları taxmaq, faraları bağlamaq və axırda ön buferi üstünə oturtdurmaq. Hal-hazırda prosedur belədir. Yəni, buradan gördüyünüz kimi hələm tam bağlanmayıb. Filtri çıxartdım. Bu filtri indi inşallah aparacam, dərmanını almışam, yağını almışam. Dərmanını vuracam, yuyacam. Daha sonra öz yağı var. Yağını vurursan və bir hardasa 20-30-40 min sürmək olur. O da ki, çirkləndiyi nədən bilsən, qaralır. Bunu Amerikada sahibi ümumiyyətlə yağ vurmayıb, qurudur, bu vəziyyətdədir. İndi bunu təmizləyəndə, yağını vuranda sizə göstərəcəm. Yağını vurursan, qırmızı rəngdə olur. Bunu evdə yuyum, təmizləyim. Yəni, nəzərdə satdım ki, bu yuyulub təzədən taxılan filtrlərdəndir. Özü də yəni, orijinaldır. Gördüyünüz kimi Prolo Motors. İçdən də belə çıxartdım bunu. Hava girişini ağzına əski bağladım ki, toz falan da olmasın. Bu qaydada hələm karbon kapotumuz qalıb, onu da inşallah bərpa eləyəcək. A few moments later. Demək, vəziyyət belədir. Maşın hal-hazırda gördüyünüz kimi burnu yığılıb. Yəni kameranı çevirim, ondan sonra davam edeyim. Krulolar bağlanıb, ekran taxılıb, ön şiveler taxılıb, yəni qaydasında da şey. Bu sağ tərəf krulo işləndi, çox qəşəng səliqəli, amma hələm incə nöqtələr toxunulmayıb, farlar taxandan sonra olacaq. Bu tərəfdə həmçinin biraz incə nöqtələr, buralar işlənəcək. Yəni bu məsafələr zadlar hamısı çox səliqəli olaraq işlənib. Məsələ burada nədir? Məsələn, mənim karbon kapoltumdadır. Çox heyif ki, maraqlandım dövlət yol polisindən. Bunu belə saxlaya bilməyəcəm. Maşının rəngində rənglənməyini dedilər, yoxsa mümkün deyil. Çox heyif ki, mən bunu maşın rəngində eləyəcəm. Amma çox istərdim ki, kapolt karbon effektli olaraq qalsın. Bunları bərpa edeyim, bu çartları, amma karbon naxışları qalsın. Böyük ehtimal indi bunu opşu rəngləyəcəm, amma buralar bu hissələri görüntü olaraq saxlamağı düşünürəm. Amma çox gözəl olardı ki, kapolt olduğu kimi qalardı. Eybi yoxdur, onun üstünü rəngləyərəm, zamanla icazə verirlər, ondan sonra təzədən karbonu bərpa eləyərəm, geri qaytararam. Belə indi xodladım maşını ki, biraz işləsin, özünə gəlsin. İndi kapoltumda mənim burada qopmalar var. Bunu sabahları, indi vaxt olmadı usta ilə, sabahları bunu ayıracaq. Burada petlilərdə problem var. Bu udardan yerindən qaçıbdır. Bunu arxadan düzəldəcəyik. Bugün ona görə qaldı. Biraz vaxtımızı kapolt alır, amma düzələcək. Ondan sonra rəng işi qalır. Rəng işinə də ki, inşallah davam eləyəcək. Hələ ki, bu etapdadır. Bir 3-4-cü gündür. 5-ci gündürsə belə maşın ustadadır. Amma planladığımız kimi gedir. İşlər gedir. Arxada göstərmişdim. Stopları söktüm. Arxa buferi çıxartdım. Arxa buferin altında ekranı var. Oranı pas atmışdı. Metal olduğuna görə pas atmışdı. Onu təmizlədik, taxdıq. Bunu da gətirəndə yolda eləmişdilər, əzmişdilər. Bunu da bərpa eləyəcək. Düzəldi, amma kraskalanacaq. Yəni, burada sağ krılomda əslində heç nə yox idi. Bir dənə buradaydı. Bunu daşınma vaxtı zədələmişdilər. Ona görə məcbur artıq bunu döydük bu qaydada. Onu da sığorta deyib ki, ödənişini eləyəcəklər. Hal-hazırda yəni vəziyyət belədir. İnşallah düzələcək. Rəng belə görünür, elə görünür. Biraz zərridir. Gün düşəndə dəyişir. İndi yuyulanda, maşın parilovka olunanda daha fərqli görünəcək inşallah. Hələ ki, ürəyimcədir. Biraz mənə ürəyimi sıxan karbon kapoltu rəngləmək oldu. O da ki, başqa çarəmiz yoxdur. Dövlət qanunları nəyi tələb edirsə, onunla da gedəcək.
Disklərin rənginə qalmışam. Ola bilsin disklərin rəngini dəyişdim, amma onlar sonraki etapda olan bir prosedurdur. Heç bir şey, indi maşın biraz işləsin. Görək, qabağını falan sabaha bir günə tamamlamalıyıq. Usta da əslində işi var, yəni saxlamaq kimi bir fikri yoxdur da. O da bildirir ki, tez bir vaxtda yığım ki, sənə təhvil verim, gedəsən. Növbəti bir gündən yenə hər kəsi salamlayıram, millət. Demək, maşını dəmirçidən çıxartdım. Artıq həyətə gətirib qoymuşam. Maşında nə işlər görüldü? Ümumiyyətlə tamamlandı. Hal-hazırda malyar gözləyirəm. Bir neçə günə malyarda boşalacaq. Gəlin bir dənə sizə qısaca olaraq dəmirçi işlərini göstərim. Ondan sonra da nə edəcəyimi onu sizlərlə bölüşəcəm. Ön bufer düzəldi. Sol kurulu düzəldi. Bu sol kurulu videolarımda görmüsünüz. Buradaydı zədə sancaq. Maşın Amerikadan gələndən başı elə bir bəlalıdır. Çox şeylər oldu. Təkər açıldı, girdi altına, buranı zədələdi. Qapını danqıratla qaldıranda danqırat sürüşdü, bastı, əzdi. Nəsə onlar da düzəldi. Dəmirçi bu hissəsini görübdü. İndi kraskalanacaq inşallah. Bufer təmiz kraskalanacaq. Burada kantlar var. Bunu taxmamışam. Bu kant maşının rəngində kraskalanacaq. Keçək sağ tərəfinə. Sağ tərəfində də burada bir dənə işi var, dəmirçi işi. Bunu gördü. Bu da əslində sadəcə maşının bu hissəsində var idi. O da ki, kapot qaldıranda əzmişdi. Kraskasını tökmüşdü. Daha doğrusu yüngül də əzmişdi. Oydu. Bunu da ki, yolda gətirəndə daşıyıcı şirkət əzmişdi. Bu kuruluda heç nə yox idi. Bu da belə əzildi. Yəni bu detal bez kraska olacaqdı. Nəsə qismət. Əsas o düzəlibdir. Çox səliqəli dəmirçi işləyibdir. Üstündə malyarın işləməyi qalıb. Bu günləri indi mən bu dəmirçi videosunu sonlandırıram. Və burada indi həyətdə mən nə iş görəcəm? Karbon kapotun üzərini təmizləyəcəm. Karbon kapotun üzərini təmizləyəcəm. Gördüyünüz kimi çartlardır. Yəni buna da bilmirəm indi. Ayrıca video çəkeyim ya. Buna qısa bir video çəkərəm də. Uzun çəkməyə məncə ehtiyac yoxdur. Almışam, aparatım var. Özümdə aparatı var idi. Şurkalarını almışam. Böyük şeydən aşağı doğru gedəcəm. Yəni təmizləyəcəm. Daha sonra üstünə lak vuracaq. Bir 3 qat, 4 qat lak vuracaq. Daha sonra maşın rəngində rəngləyəcək. Nəyə görə rəngləyəcək? Çünki dövlət yol polisi bu qaydada karbon kapotla qara şəklində mənə sənəd vermir. Maşın tranzitdədir. Yəni gördüyünüz kimi tranzitdədir. Onsa sürülmür. Vaxtı keçibdir. Uzun sözün qısası. Bunu laklayıb daha sonra üstünü matlaşdıracaq. Bir 3-4 sloydan sonra. Matlaşdırdıqdan sonra üstünə kraska vuracaq. Yəni qalacaq üstündə kraska, qalmayacaq. Amma qalar inşallah. Yəni başqa çarəm yoxdur. Mən istəmirəm ki, tutalım belə göstərimdə baxın. Karbonun xam mal olan hissəsidir, yəni laksız hissəsidir. Qopubdur. Mən istəmirəm bunun üzərindən maşın kraskasını vurum. Buradan göstərim, lap aydın görünsün. Baxın, gördüyünüz kimi bax bura. Bunun üstündən kraskanı mən vursam, artıq karbona işləyəcək. Sabahsı gün əgər bunu sənədləşdirməyə ehtiyac olsa, mən bunu təmizləyib karbon görüntüsünü qaytara bilməyəcəm. Ona görə laklayıram ki, lakın üzərindən təmizləmək rahatdır. Şulkalayacam. Biraz da lakın üzü gedəcək, amma yenə də bərpa olunacaq karbon kapot. Ona görə qərara gəldik ki, belə bir prosedur eləyək. İnşallah yaxşı alınar. Odur ki, işlərimiz davam edir. Kanala abunə olmağı, videonu izləməyi, kanala abunə olmağı unutmayın dostlar. Mən getdim kapotu təmizləməyə. We'll be right back.